Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Dünəndən anonsunu vermişdik, yağış gəlir. Bir-iki damcı yağış düşdü, göy qurşağı çıxıb. Fatma nənənin anası deyir ona. Kilim xalça toxumaq üçün rəhbərək iplərdən hana asılır ona görə. Yavaş-yavaş rəhlər genişlənir. Qarı nənə samavarın yanında mənə gül bağışladı. Qəbula gedəndə Ağ İşığın Spektrin bu sözlərini yadımızda saxlayırdıq. Dalğa uzunluğu böyükdən başlayır. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Başqa cür yadda saxlayanlar da var idi. Mənim üçün ən asanı budur. 1989-cu ildə qəbula gedəndə yadımda saxlamışam, indi də unutmuram. Göy qurşağının yaranma səbəbi havada olan yağış damcılarından işıq keçir, sınır, əks olunur, Ağ İşığın spektri alınır. Deyəsən sönmək üzrədir. Qırmızı daha da genişləndi. Qırmızıya sürüşmə də Doppler effektinə görədir. Əgər işıq mənbəyi bizdən sürətlə uzaqlaşırsa, qırmızıya sürüşür, yaxınlaşırsa əksinə bənövşəyi. Deyirlər ki, göy qurşağın altından geçsə, ilk övladı oğlan olur.